Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Velo Extreme efirdədir. Bugünkü buraxılışda əsl şəhər velosipedi haqqında sizə məlumat verəcəm. Eyni zamanda bu velosipedin texniki xüsusiyyətlərindən, məsələn, oturacağın düzgün tənzimlənməsi qaydası, pedalın ayağa nisbətən düzgün tənzimlənməsi qaydasından danışacağıq. Bundan əlavə, bugünkü buraxılışda biri-birindən maraqlı süjetlərlə qarşınızda olacağıq. Trinx Dolphin 1.0 modeli. Şəhərdə velosiped sürmək üçün əla bir velosipeddir. Çox vaxt bunu BMX velosipedlə səhv salırlar. Çünki görünüşü balaca olduğuna görə ekstremal şəraitlərdə sürmək üçün uyğun olan BMX velosipedinə bənzədirlər. Əslində isə bu köhnə, məsələn, Desna bildiyimiz velosiped tipindədir. Məsələn, açılıb qatdalanır. Siz bunu daha rahat maşına, evə yerləşdirə bilərsiniz. Harasa getmək istəyəndə rahatlıqla qatdalayıb maşına yerləşdirə bilərsiniz. Eyni zamanda yığcam olduğuna görə, təkərləri balaca olduğuna görə şəhərdə rahat idarə edə bilərsiniz. Ən azı bir, məsələn, mən bu velosipedlə 30 kilometrə yaxın sürmüşəm və daha çox sürənlər də var. Təkəri balaca olduğuna görə belə bir fikir yarana bilər ki, sürəti çox deyil və yaxud çox uzaq məsafəyə sürmək olmaz. Bəziləri bu velosipedi parklar üçün nəzərdə tutur. Amma əslində isə bu belə deyil. Dünyanın bir çox yerlərində bu tip velosipedlərdən əsl nəqliyyat vasitəsi kimi istifadə edirlər. Və mən özüm də istifadə elədiyimə görə bu velosipedi tam rahatlıqla tövsiyə edə bilərəm sizə. Şəhərdə uzaq məsafələrə də sürə bilərsiniz. Çünki bu velosipeddən istifadə edərkən o qədər də yorulmursunuz. Çəkisi yüngül olduğuna görə, eyni zamanda hibrid velosiped hesab olunur təkərlərin quruluşuna görə. Bunların şose növü də var. O daha üstün versiyadır. Amma eyni zamanda bununla qismən kələkötürlü yolsuzluq şəraitində də sürmək olur. Bu velosipedin üstünlüyü ondan ibarətdir ki, siz bunu nisbətən həmin yollarda sürə bilərsiniz. İndi isə mən sizə velosipedin oturacağının düzgün tənzimlənməsi qaydasından danışacağım. Yollarda bəzən mən müşahidə edirəm ki, velosiped sürənlər oturacağı düzgün tənzimləmədən sürürlər. Bu da dizlərin daha çox gücə düşməsinə səbəb olur və nəticə etibarilə dizlərimizdə problemlər yarana bilər. Onun üçün biz nə etməliyik? Məsələn, velosiped almışıq, oturacağının necə tənzimlənməsini bilmirik. İlk növbədə biz velosipedin oturacağını necə tənzimləyə bilərik və yaxud onun bizə uyğun olub olmadığını hardan öyrənə bilərik? Qurşaqdan, yəni şalvarın remeni istiqamətində təxminən nəzərə almaq olar və qismən azca aşağı olmasında problem yoxdur. Və əsasən də biz bunu oturarkən öyrənəcəyik. Əgər ayaq belə qalırsa və yaxud da tam açılıbsa, bu düzgün deyil. Düzgün qayda bax bu cürdür. Ayaq bu formada olmalı. Diz nə tam açılmamalıdır, nə də çox yığılmamalıdır. Bax, bu formada qalmalıdır. Məsələn, bəzən yollarda olarkən mən müşahidə edirəm ki, velosipedi alıb bəlkə də heç onun oturacağını tənzimləməyib. Tutaq ki, bu əgər aşağı formada olarsa, təsəvvür eləyin, belə bir vəziyyətdə siz sürürsünüz. Əgər istəyirsinizsə yoxlayın mən bunu. Belə olsa, biz bunu belə sürsək, dizlərimiz gücə düşəcək və ağrımağa başlayacaq. Heç cür məsləhət görülmür ki, velosipedin oturacağı bu formada olsun və siz də belə sürəsiniz. Dəfələrlə mən müşahidə eləmişəm, şahid olmuşam ki, bu formada velosipedi sürürlər. Baxın. Görürsünüz, diz, ayaq tam açılmır.
Bu bütün velosipedlərə şamil edilir. Tək bu velosipedə aid deyil. İstənilən növ velosipedi tənzimləyərkən ilk növbədə təqribi nəzərən tuturuq. Məsələn, bu biraz çox oldu. Məsələn, mənim ayağım artıq tam açılır. Bu da düzgün deyil. Yenə də dizlər gücə düşəcək. Təzyiq altında işlədiyinə görə. Ona görə də bir əzzə də bunu aşağı salacağıq. Necədə biz onu yoxlamağımız məsləhətdir. Bu artıq normaldır. Bu formada biz oturacağı tənzimləyə bilərik pedala nisbətən. Və tövsiyəm budur ki, velosiped alarkən mütləq onu boyunuza uyğun tənzimləyin. Və aldığınız kimi sürməyiniz məsləhət deyil. Əgər oturacağı düzəltməyiblərsə, yəni sizə uyğun. Bax, biz onu bu formada sürməliyik. Mən indi sürəcəm. Siz də ayağımın quruluşuna baxarsınız. Gözləyə bilərik bir dəqiqə. Vaxtınız var. Xoş gördük. Necəsiz? Sağ ol. Kamera tərəf çönə bilərik. Heç düşməyin, əyləşin. Ay, sağ ol. Bax, elə biz hal-hazırda velosipedin oturacağının düzgün tənzimlənmə qaydasından danışırdıq. Elə yaxşı yerinə düşdü. Hara gedirdin belə? Bulvarda gəzirdin, velosiped sürürdün. Əziz tamaşaçılar, bir məqamda diqqətinizə çatdırım ki, hal-hazırda olduğumuz yer Sumqayıt bulvarında yerləşir və bura sırf velosipedçilər üçün nəzərdə tutulub. Digər yerdə velosiped sürmək qadağan olunub və neçə yaşın var? 11. Adın nədir? Mehdi. Mehdi. 11 yaşı var. Mehdi də həmin bu velosiped yolunda vəziyyətdən istifadə edib, velosiped sürüb sağlam qalmağa çalışır. Nə qədər ki, elə Mehdi kimi 11 yaşında və ya daha az yaşdadırsa uşaqlar o yaşlardan idmana başlamağı tövsiyə olunur. Velosipedi sürürsən, o hiss edirsənmi ki, oturacağın düzgün tənzimlənməyib? Bax, bir dənə sür. Baxın, dizləri yaxşı açılmır. İndi dönsün, gəlsin, baxaq. Dizlərində ağrı hiss eləyirsən? Biraz var, hə? Bax, velosiped tam, baxın, azca bunu qaldırmaq lazımdır. Sən velosipedi tut, mən sənə ona uyğun qaldırım. Aha. Sağ. İndi əyləş. Açar da lazımdır. Bunu düzəldib aşağı eləmə. İndi bir dənə sür baxaq. Biraz da aşağı sal, lap aşağı sal. Pedalı, hə, qoy getsin, ver, gəl qabağa, gəl qabağa. Saxla. Oturacaq elə tənzimlənməlidir ki, bax bu formada olsun. Yaxşı Mehdi, həmişə yadında saxla. Çox aşağıda olsa, belə olsa dizlər və güz düşəcək. Çox da açıq olsa, yenə də dizlər və güz düşəcək. İndi sür baxaq.
Rahatdır, ayağın çatır. Hə? Sür biraz. Öz həmyaşıdlarına nəyi tövsiyə eləyərsən? Uşaq yaşdan idman eləməyi. Uşaq yaşında idman eləməyə. Məsələn, fərq eləmir, hər hansı bir idman növü ola bilər. Məsələn, karate, judo, boks, fərq eləmir. Əsasən də trenajera getməyi də tövsiyə edirəm. Və yaxud da səhər sübh tezdən dolu idman etməyi, Maşallah. etməyi və velosiped sürməyi. Sən bunlardan hansına daha çox məşğul olursan və diqqət Mən edirsən? əsasda judo ilə, bir də velosiped. Aha. Yumurta da çox yeyirsən. Bəli. Maşallah. Oldu Mehdi. Sənə uğurlar arzu eləyirəm. Həmişə idman elə, sağlam qal. Buyur. Və beləcə biz Mehdinin velosipedini düzgün tənzimlədik və ümid edirik ki, bundan sonra bu kimi səhvlərə yol verməsin. İdman elə bir sahədir ki, burada zədələr qaçınılmazdır. Amma biz doğru düzgün qaydalardan istifadə eləsək, bu zədələrdən yan keçə bilərik. Ona görə də çalışaq, idman eləyək, sağlam qalaq. Əziz dostlar, bizdən bu günlük bu qədər. Növbəti Velo Extremdə görüşmək ümidi ilə. Hələlik.